Salamlar hər kəsə. Suallarımıza davam edək. Qeyd edən bir daha ki, bunlar test şəklində olacaq. Cavabını mən deməyəcəm. Cavabını siz özünüz tapacaqsınız və çox sevinərəm ki, aşağıda rəy bölməsində bunu qeyd eləyəsiniz. Yəni neçə suala cavab veribsiz, təxmini nə qədər bilirsiniz. Əgər nəticələriniz yaxşı olsa, inşallah sualların davamını yeni də video şəklində çəkib paylaşacağım. Fikrət Əmirovun baleti hansıdır? Şahsənin obrazını kim böyük məharətlə ifa etmişdir? Kamança və simfonik orkestr üçün konsert əsərini kim yazmışdır? Uşaq xorunda yüksək zil səs necə adlanır? Müqəddəs müharibə, 7-ci simfoniya, Vətən operası, məhz bu əsərlər kimin, yəni hansı bəstəkarların əsərləridir? Bağçada gül mahnısı necə mahnıdır? Azərbaycanda müasir mövzuda yazılmış ilk opera hansıdır? Kamança sözünün mənası nədir? Friedrich Chopin hansı ölkənin bəstəkarıdır və neçənci ildə anadan olub? Azər Rzayev Bakı 90 simfoniyasını nəyə həsr edib? Türklər kamança alətini necə adlandırıb? Ürək açanlar, gözün aydın operettaları kimindir və neçənci ildə səhnəyə qoyulub? Piyada Koroğlu mahnısını hansı bəstəkar nota köçürüb? Azərbaycan xalq musiqisi neçə janrdan ibarətdir? Böyük Rus bəstəkarı Nikolay Rimski-Korsakovun Satko operasından Okean Göydəniz simfonik lövhəsini dinlədikdə hansı rəssamın əsəri göz önünə gəlir? Azərbaycan Dövlət Filarmoniyasında neçə müxtəlif tərkibli musiqi kollektivi fəaliyyət göstərir? Chopin əsasən hansı alət üçün yazıb yaratmışdır? Sülh uğrunda simfonik poemasının bəstəkarı kimdir və neçənci ildə yazılmışdır? Azərbaycan Dövlət Xor Kapellası neçənci ildə yaranıbdır? Qaraca qız baleti hansı povest əsasında yazılıbdır? Durna, Reisin arvadı, 5 manatlıq gəlin kimin komediyalardır? Çingiz Simfoniya Rekviem əsəri neçə hissəlidir? Hansı bəstəkar öz əsərində Uzundərə rəqsindən istifadə edib və əlavə məlumat kimi yadınıza da salsaz ki, həmin bəstəkar hansı əsərində Uzundərədən istifadə edib? Çingiz Simfoniya Rekviem əsəri neçənci ildə səhnədə səsləndirilib? Tofiq Quliyev Axşam mahnısını hansı filmə bəstələyib? Azərbaycan Dövlət Rəqs Ansamblı nə vaxt yaranıb? Əgər xor kollektivi müşayiətsiz ifa olunarsa, bu necə ifa adlanır? Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ilk təsvirini kim neçənci ildə işləmişdir? Uşaqlar üçün yazılmış ilk iri həcmli musiqi əsəri hansıdır? Sülh uğrunda simfonik poeması hansı dirijorun rəhbərliyi ilə səsləndirilmişdir? Radio Verilişləri Komitəsinin tərkibində Xalq Çalğı Alətləri Orkestrini kim neçənci ildə yaratmışdır? Məşədi İbad operettasında Rüstəm bəylə Məşədi İbadın dueti üçün hansı xalq rəqsindən istifadə olunubdur? Sülh uğrunda simfonik poemasının əsas mövzusu nəyi xatırladır və tempi necədir? Arşın Mal Alan operettasında hansı xalq rəqsindən istifadə olunubdur? Fanfar necə musiqi alətidir? 1935-ci ildə Xalq Çalğı Alətləri Orkestrinə kim rəhbərlik edibdir? George Gershwinin hansı operettasında məhz bu ideyalar aşılanır? Qaralar ağlardan heç də az diqqətə layiq deyirlər. Məhz bu ideyalar George Gershwin hansı operasında aşılanırsa, o operanın adını qeyd edəcəksiniz. Hələlik bu qədər. Yenə deyirəm, əgər nəticələr yaxşı olsa, rəy bölməsində bildirin və sualların ardını mən səsləndirim.